Namaza çağırıldınız azan vaxtı, cümə günüdür. Cümə günüdür. İşinizi bağlayın, bağlayın. Fəs'au ilə zikrillah. Tələsin Allahı yad eləməyə və zərül bəy. Alış-verişi buraxın. Öz əlindədirsə. İndi müdür buraxmır, o başqa məsələ. Bağla get. Biri filan kəslər radikallar filan adlarını çəkmirəm. Daha dəqiq yanaşırlar cümə namazına. Gündəlik namazdır, iş vaxtıdır. Azan gəlir. Hayyə aləs-salah. Eşidir, getmir. Ədəbsizlikdir. Ədəbsizlik, başqa adı yox. Övladı çağırırsan, oğlum, cavab vermir. Adını bilsən, filan kəs, cavab vermir. Mənim balam, cavab vermir. Nə qiymət deyir, bu ədəbsiz uşaqdır, atasını saymır. Allah deyir, hayyə aləs-salah, eşitmir, 2 dəfə. Hayyə aləs-salah, bir də, eşitmir. Hayyə aləl-fəlah, çağırır, yenə eşitmir. Hərəsini 2 dəfə, yəni çağır, bəlkə birində ayılır. Oturub öz işindədir, Üstad Ayətullah Behçət deyir ki, hacətləriniz gec verilir, narahatsız. Siz Allahın işini qabağa salın, vaxtında namaz qılın, o da vaxtında problem gələn kimi həll eləsin. Sən onun işini niyə gecikdirsən?